Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə və tək-təkimizə. Yəni də harada? Targovda. Targov deyəndə 114 əmlak yada düşür. Bu dəfə amma fərqli bir şeylə də, padmayakla. Təmiri yox, padmayak. Özdə 156 kvadrat padmayak. Düz bax, McDonald's, KFC, Heydər Parkı və sağda. Bizim market, aşağında Kərbəlayı göstər. Targovdan otağımıza daxil olduq. Bir otağımız, bura yataq otağımızdır. Kərbəlayı. Mənzildə 2 dənə, 3 dənə balkon mövcuddur. Gəl bura qardaşım. Belə bir qanuni 3 otaqdır. Qanuni 3 otaq, 3'dür, 4'dür, 3'dür, hə. Deməli sağda bir hamamdır, burada sanuzeldir. Belə bir, yekə otağa bax. Maşallah, Allah arzusunda olanlara qismət eləsin. Gəl balkonun yekəliyinə bax. Kərbəlayı. Dənə get balkonun yekəlinə bax oradan. Göstər. Buna bax. Gör nə boydadır balkon. Və buradan da bax. Göstərim dəyərli izləyicilərimə bax. Heydər Parkı bax. Gördün mü? Gəl qardaşım, gəl. Allah arzusunda olan hər kəsə belə geniş, yekə ev qismət eləsin. 156 kvadrat. Qiymət də ki, şokdur da, şok edici qiymətdir. Bax, bura dəhliz hissəmiz. Gör nə boy dəhliz hissəmiz. Bura ikinci otağımız. Biraz aynı onlar yığıblar ki, yəni ona görə keçmək olmur. Bax, ikinci bir otağımızdır. Burada Kərbəlayı, gəl buradan göstər. Bu otağımız lap böyükdür. Bu əvi qoyuruq daşın üstünə, qoy dəyərli izləyicilərim görünür. Orada üçüncü bir otağımızdır. Cəmi cümlətanı Kərbəlayı 900 manata, təcili. 900 manata Xırdalanın mərkəzində padmayak ev yoxdur. 156 kvadrat, cəmi 900 manata. Allah alanı da satana da xeyir versin inşallah. Yenə də 114 əmlak hər birinizin birə-birinizin xidmətindədir. Sağ olun.